İkinci qrup üzrə prestijli və iş tapılması asan ixtisaslar. Birinci. İqtisadiyyat. Vakansiya, dövlət və özəl şirkətlər. Tələbatlı və sabit işdir. Üstünlüyü. Demək olar, bütün şirkətlərə lazımdır. İkinci. Maliyyə. Vakansiya, bank işçisi, maliyyə analitiki, investisiya sahəsi. Tələbat, çox yüksək tələbatlı və maaş potensialı yüksəkdir. Üçüncü. Biznesin idarə edilməsi. Vakansiya, menecer, layihə rəhbəri, şirkət idarəçiliyi. Tələbat, hər şirkətdə var. Üstünlüyü, çox geniş sahəyə gedir. Dördüncü. Muhasibat uçotu. Vakansiya, muhasib, baş muhasib, audit şirkətləri. Bu işə tələbat həmişə çox olub. Üstünlüyü, iş tapmaq ən asan ixtisaslardan biridir. 5. Marketing, iş, reklam, sosial media meneceri, brend idarə etməsi. Üstünlüyü, onlayn və freelance iş imkanı var. Bundan əlavə, çox yüksək maaşlar alma şansın var. 6. Dövlət idarə etməsi. İş, dövlət qurumları, icra orqanları. Rəqabətli iş olmasına baxmayaraq, prestijli işdir. Unutma, müasir dövrdə yaxşı işdə işləmək üçün sadəcə diplom kifayət deyil.